Burada kimin maşını var? Bir dənə əlini qaldırsın. Sən bir dənə dur zəhmət olmasa ayağa. Hə sən. Sən, qara köynəkli. Maşını özünü almısan? Nə işləyirsən? Qəlyançı. Öz pulunu öz maşını almısan. Halaldır. Gəlin qaqaşı almışlayaq, halal olsun. Bir də yanında qaqaş oturub. Sən də bir dənə dur ayağa. Sən də dedin maşının var, düzdür? Ha, deyəcək mən də onun yanında işləyirəm. Sən harada işləyirsən? Fabrikin var. Obyektin var. Neçə yaşın var? 23 yaşında obyekt almışsınız. Yəni özün eləmirsən. Arenda. Ha, arenda götürüb işlədirsən. Baxın, bugünkü gün bizim gənclər həqiqətən halal olsun. Bu günləri biz, insan var ki, məsələn, atası alıb verir, babası alıb. Ona bir də biz pis baxmırıq. Bu normaldır, yəni bu qaydadır. Hər şey ola bilər. Bax, görürsünüz necə oldu? Ajotaj yarandı indi, imkan, maşın, yəni zala da maraqlıdır bu söhbətlər. Burada bəzi adamlar var idi ki, hansı ki, heç bilmirlər ki, qardaşların maşını var ya da obyekt işlədirlər. Hamıya maraqlı ki, o pulu hardan qazanır. Ancaq ki, insan işləyir, əziyyət çəkir. Bugün ümumiyyətlə işləyən var burada. Kimin işi yoxdur, əsaslı xanımlarla bizim şirkətimiz var, online, bizim Motivator Media. Bugün bura gələrkən biz flyerlar verdik sizə. Kim işləmək istəyirsə bizim şirkətimizə müraciət edə bilər. Sonra deməyin ki, iş yoxdur, narahat olmayın, iş maaşlıdır, plus faizlidir. Yəni yaxşı qazanacaqsınız. Gəlin yenidən alqışlayaq, sonra deməyin ki, iş yoxdur, işsizik.